Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən Səadət Məhərrəmova. Bugün sizinlə Berisk Teaching süni intellekt alətinin müəllimlərin həyatında rolu adlı təlimdən danışacağıq. Təlimə keçməmişdən öncə özümü təqdim eləyim. Mən Səadət Məhərrəmova, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 saylı tam orta məktəbin informatika müəllimiyəm. Ə, Bilmirəm informatika müəllimi olduğum üçündür, yoxsa özümdə, yəni həvəs var. Süni intellekt alətlərinə həddindən artıq həvəskaram. Yəni belə öyrənməyə çox həvəsliyəm. Hər bir süni intellekt alətinin hansı işi gördüyünü, xüsusən də müəllimlərin həyatında hansı işi görəcəyini, müəllimlərin hansı işini rahatlatacağını çox araşdıranam və öyrəndiklərimi hər zaman çalışmışam ki, müəyyən bir auditoriya ilə paylaşım. Dəyərli zamanınızı ayırıb qoşulduğunuz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm, minnətdaram. Ümid edirəm ki, sizin üçün faydalı bir təlim olacaq. Çünki Berisk təlimi, Berisk süni intellekt aləti, hansı ki bir çox rəsmi təlimlərdə də müəllimlərdən tələb olunan müəllimin həyat fəaliyyəti üçün lazım olan süni intellekt aləti adı altında adı istifadə olunur. Ona görə sizin də bunu öyrənməyiniz, sizin də mən də Beriski bilirəm fəaliyyətindən xəbərdaram olmağınız üçün bugünkü görüşümüzü təşkil eləmişik. Sertifikat haqqında onu deyim ki, bizim ödənişsiz təlimlər qrupumuz, 2 ödənişsiz təlimlər qrupumuz var. Birində 1000 nəfərdən çox, birində isə 600 nəfərdən çox şəxs var. Beləliklə 1600 nəfər şəxs olur. Bizim amma canlı təlimimiz, yəni bu hal-hazırda onlayn şəkildə baş tutan canlı təlimimiz 200 nəfərlikdir. Yəni 100 nəfərlik Google Meet linki, bir də 100 nəfərlik digər Google Meet linki. Yəni maksimum 200 nəfər iştirak edə bilər. Biz ona görə də sertifikat üçün qeydiyyat linkini qrupa göndərmirik. Burada, yəni fəaliyyətin müəyyən bir dəqiqəsində, 30-cu, 35-ci və yaxud da sonuncu dəqiqəsində sertifikat üçün qeydiyyat linkini göndərəcəyik qoşulduğunuz deməli Google Meet-in messengerinə. Orada linkin üzərinə vurub sizdən tələb olunan suallar olacaq. Sadəcə ad soyadınız, ad soyadınızı yazmaqla siz belə deyək də sertifikatı əldə edə biləcəksiniz. Bizim sertifikatı linkini qrupda paylaşmama səbəbimiz odur ki, çox şəxs təlimə qoşulmur, amma sertifikat üçün qeydiyyatdan keçir. Bu da yəni reallıq olmadığı üçün bunu etmirik. Yalnızca onlayn şəkildə canlı təlimə qoşulan şəxslər sertifikat əldə edə biləcəklər. Sertifikatımız yəni Üfüq təşkilatının da rəsmi dəstəyi ilə nəzərdə tutulmuş sertifikatdır, faydalıdır, yəni belə deyək də iştirakçı sertifikatıdır. Belə, bugünə qədər bizim sizinlə sayca bizim sizinlə keçirilən 12-ci ödənişsiz təlimimiz olacaq. Yəni şəxsən mənim keçdiyim. Burada bizim birinci təlimimiz Google Forms'da, yəni onlayn sınağın yığılması, daha sonra Kahoot, oxuyan.az saytında sınağın yığılması, süni intellekt alətinin müəllim həyatında bu 2024-cü ildə keçdiyimiz yəni təlim idi. Sonra crossword'un hazırlanması, Learnings App'ın müəllim həyatında rolu, milyonçu oyunu hazırlamaq, Magic School'un, Quizizz.com, Notebook elm nədir, Gamma ilə tədris, süni intellekt alətləri ilə iş vərəqlərinin hazırlanması, 2 möhtəşəm süni intellekti, Diffit və Base 44'ün. Bu bizim yəni 11-ci idi. Bura bugün yenisini əlavə edəcəyik, 12-ci, hansı ki Berisk Teaching'in müəllim həyatında rolu. Deməli yoldaşlar, bizim ümumiyyətlə süni intellekt alətlərindən istifadə etmək üçün mütləq və mütləq bir elektron poçt hesabımız olmalıdır. Elektron poçt hesabı fərqi yoxdur. Yəni hansı belə deyək də serverdən olur olsun. Yəni gmail.com da ola bilər, yahoo.com da ola bilər. Fərqi yoxdur. Əsas odur ki, bizim özümüzə məxsus login və passwordunu bildiyimiz elektron poçt hesabımız olsun. Mən özüm istifadə elədiyim
işlədiyim hesabdan yox, sırf sıfırdan, yəni bir hesab üzərindən sizə bir beriski izah etməyə çalışacağam. Deməli, Google Chrome-a daxil oluruq. Google Chrome-a daxil olduqdan sonra ən sadə formada burada Berisk Teaching AI. Baxın, belə bu formada gələcək. Berisk də yaza bilərsiniz. O zaman gəlmiş olacaq. Yəni sırf təlimin adına uyğun olaraq Berisk Teaching AI, okey, vururuq yəni üzərində və yaxud da sona qədər də yaza bilərsiniz. Qarşımızda belə bir yəni hissə açılır. Məlum məsələ, ümumiyyətlə burada diqqətli olun. Hər zaman bu birinci daxil olduğumuz da gəlmir. Məsələn, aşağı burada başqa adlar da ola bilər. Sizin axtardığınız Berisk Teaching olduğuna görə mütləq bunun üzərində vururuq. İkonu qara, yəni ortasında ağ bir ikon var. Yəni bu vəziyyətdədir. Berisk Teaching. Və burada baxın, bu hiperlinkin üzərinə klik edirik. Bizim qarşımızda belə bir platforma açılır. Biz təlimin adını verdikdən sonra bir çox müəllimlər yazdı ki, Səadət xanım, mən daxil olmağa çalışdım, amma daxil ola bilmədim. Yəni təkcə süni intellekt alətinin adını bilmək kifayət deyil. Yəni ona daxil olmaq, hansı işi gördüyünü bilmək üçün biraz araşdırma etmək lazımdır. Qarşımızda belə bir hissə açılır. Məsələn, burada indi biz görürük ki, dil olaraq bizə rus dilində təqdim edir prosesi. Əgər siz bu prosesin Azərbaycan dilində və yaxud da sizə yaxın olan hansısa bir dildə təqdim olunmağını istəyirsinizsə, Google-un özünün dil panelindən istifadə edə bilərsiniz. Burada Google Translate dili var. Buradan əgər sizdə yoxdursa, onda baxın, burada 3 dənə ox düyməsi var. 3 dənə nöqtə işarəsi var. Bunu vurursunuz. Burada Translate hissəsi var. Translate-də vurursunuz və buradan Azərbaycan dilini seçirsiniz. Əgər burada Azərbaycan dili sizdə göstərmirsə, yenə də problem deyil, yoldaşlar. Bu 3 dənə ox düyməsinə daxil olursunuz və buradan, yəni sizə uyğun olan, məsələn, tutalım ki, daxil olursunuz buradan, dillər gəldik, məsələn, baxın, vurduq üzərinə. Görürsünüz ki, Azərbaycan dili məndə var. Amma onu istəmirsinizsə, buradan Choose Language hissəsi var. Bunun üzərinə vuraraq sizə hansı dil lazımdırsa, onu seçib okeyləyə bilərsiniz ki, onda Azərbaycan dilinə çevirsin. Mənə Azərbaycan dili lazımdır, Azərbaycan dilinə çevirdim. Bunu belə bu vəziyyətdə biz müəllimlərin işlədiyi yerdə işləyən süni intellekt, yəni burada bizə göstərir bunu və aşağı etdikcə müəllimlərin həyatında hansı rolu varsa, məktəbdən nə üçün istifadə edə bilərsinizsə, hansı işlərinizi görə bilərsinizsə, detallı məlumatlar verir burada. Yəni artıq işlədiyiniz yeri yaradın, onlayn dərsliklər, Google sənədlər, tədris planınızı asanlıqla dəyişdirin, hər bir tələbəyə düşüncəli rəy verin, rəy vermə və feedbacklərdən söhbət gedir. Yəni bunu mən sizə burada oxumuram, çünki bunu özünüz də daha sonra oxuya bilərsiniz və burada bizə deyir ki, mənfəət əldə etməyə başlayın. Bir neçə dəqiqə ərzində baxın, aşağıda baş verən hər şeyi siz hazırlaya bilərsiniz. Mənim burada diqqətimi çəkən və daha çox Beriskdən nə üçün istifadə etdiyimi Google formusun yaradılması. Yəni 10 suallı, 5 suallı, 50 suallı, çox cavablı, uzun cavablı, qısa cavablı Google formusun hazırlanmasına görə bundan çox istifadə edirəm. Çünki həddindən artıq işimi asanlaşdırır. Bir neçə dəqiqə ərzində Google formusu sırf mənim özümün rəsmi hesabımda hazırlayır, verir mənə. Mənə isə qalır sadəcə onu şagirdlərlə paylaşıb, şagirdlərin onu işləməsi. Həqiqətən də çox gözəl deyilmi? Bir var ki, özüm hazırlayayım, ən sürətli halda peşəkar formada hazırlasam, buna 10 dəqiqə zamanım gedər özümün peşəkar forması. Biraz da peşəkarlığım zəif olarsa, buna 20 dəqiqə zaman sərf etməliyəm. Amma burada bir neçə dəqiqə ərzində hazırlaya bilər. Yəni, Berisk həqiqətən də müəllimlərin işi üçün çox faydalıdır və bütün demək olar ki, ölkələrdə süni intellekt alətlərini bilirəm deyəndə onun yəni içində Beriskin adı var. Yəni, bilməyinizin ziyanı yoxdur. Aşağıda da onu çox gözəl formada təqdimat eləyiblər. İnsan istəyir ki, həqiqətən də bunu öyrənsin.
Aşağıya edərək, yəni özünüz də daha gözəl formada bunu belə deyək də oxuya bilərsiniz, daha detallı məlumatları əldə edə bilərsiniz. Burada biz görürük ki, buradan bizə göstərir ki, məsələn, pulsuz başlayın. Ümumiyyətlə onu qeyd eləyim ki, çox sevindirici haldır ki, bugün bizim yəni 12-ci biz ödənişsiz, yəni süni intellekt alətini keçirik. Mən görürəm bizim aramızda olan müəllimlərdən bu təlimləri öz müəllimləri üçün tədris edənlər var. Hətta bunu belə deyək də müəyyən bir belə deyək qazanc mənbəyinə çevirənlər də var. Yəni bu həqiqətən çox yaxşı və çox sevindirici haldır ki, məhz bu ödənişsiz təlimlərə qoşula-qoşula, məsələn, siz özünüzü təkmilləşdirib, biraz da professionallaşdırıb, yəni bu təlimləri öz ətrafına, müəyyən bir auditoriyaya həm ödənişli, həm də ödənişsiz formada keçənlər var. Bu çox sevindiricidir ki, bizim gördüyümüz işin kiməsə faydası var. Biz bu şəxslərin onlarla 20-lərlə yox, məsələn 50-lər, 100-lər olmasını istəyirik. Hər biriniz də bacara bilərsiniz. Bunun üçün sizə sadəcə internet bağlantısı olması kifayətdir ki, siz bunu bir gəlir mənbəyi kimi də istifadə edəsiniz. Əgər diqqət etdinizsə, mən burada pulsuz başlayın sözünə vurduqdan sonra qarşımda məndən belə bir hissə açıldı. Burada mənim elektron poçtum və burada biz bax bu daxil olun hissəsinə vururuq. Hal-hazırda məndə avtomatik qeydiyyat elədi, çünki elektron poçtumun parolu və belə deyək də hesabı burada aktiv idi. Və qarşımızda belə bir hissə açıldı. Yenə də açanda siz görürsünüz ki, burada məlumatlar ingilis dilindədir. Mən düşünürəm ki, yəni Berisk özü çox yaxın bir zamanda bu yəni platformanın Azərbaycan dilində versiyası da olmuş olacaq. Yəni ümid edirəm ki, olacaq. Yoldaşlar, indi buradan biz sizinlə yenə də əgər bu dillərdə, yəni sizin ingilis dilində oxumaq istəmirsinizsə, yenə də heç bir problem yoxdur. O zaman biz yenə də həmin bu adres bar hissəsindən 3 dənə nöqtəyə vururuq. Burada translate hissəsi var. Translate hissəsindən Azərbaycanı seçirik və salam, baxın Azərbaycan dilinə tərcüməsini burada görmüş olacağıq. Biz görürük ki, burada növbəti ideyalar var, tədris planı var, kitabxanam var, toplu rəy var və aşağıda növbəti dərsləriniz nə olacaq yazılıb. Burada biz əlavə et hissəsinə vursaq, qarşımızda 3 dənə seçim var. Şəkil və yaxud da fayl yükləyərək nə isə hazır edə bilərik və yaxud da Google Drive-dan hər hansı bir sənədi əlavə edə bilərik və yaxud da OneDrive hesabımızdan sənədimizi əlavə edə bilərik. Standartlar, bizim istifadə elədiyimiz standartlar, yəni hansı ki, belə deyək də bizdə hər fənnin özünün ayrıca bir standartı var. Bir də dünya ölkələrinin istifadə elədiyi standartlar var. Biz onu seçməyə ehtiyac yoxdur. Burada tədris planı var. Aşağıda tədris planı yenə də hazırlananların içərisində də var. Burada sadəcə bir problem nədədir? Məsələn, bizə təqdim elədiyi məlumatın, yəni hansı ki, bu süni intellekt alətinin çıxış dili var. Bu çıxış dilinin hal-hazırda bizə ən yaxın dil türkcədir. İndi onu da göstərəcəm Azərbaycan dilinə çevirməyə. Azərbaycan dili hələlik bu dillər içərisində mövcud deyil. Ancaq mən düşünürəm ki, bu yəni yaxın zamanda Azərbaycan dili də bu dillərin içərisində olmuş olacaq. Ümumiyyətlə o qədər gözəl müəllimlərin işini asanlaşdıran süni intellekt alətləri var ki, orada Azərbaycan dili, yəni çıxış dili olaraq Azərbaycan dilinin olmaması həqiqətən də belə deyək də bizi biraz məyus edir. Amma mən düşünürəm ki, bu yaxın zamanda öz həllini tapmış olacaq. Çünki bizim ölkəmizdə də süni intellektdən istifadə bu dəqiqə geniş bir yəni auditoriyanı zəbt edib. Ona görə də inanıram ki, bizim üçün də hər şey əlçatan olmuş olacaq. Hətta məsələn təlimlərdə və yaxud da böyük bir konferanslarda rəsmilər çıxış edir ki, süni intellekt alətlərinin məsələn müəllim hesablarında ödənişsiz, məsələn pro versiyalarının, plus versiyalarının ödənişsiz şəkildə istifadəsi də zamanla mümkün olacaq. Düzdür, bir xeyli zaman alacaq, amma mütləq və mütləq, yəni biz buna gəlib belə deyək də çatacağıq. Mən ümid edirəm ki, biz mütləq buna gəlib çatacağıq. Yəni free istifadəsi bizim
bizim üçün də əlçatan olacaq. Mən bir dənə Google hesablarına baxım görüm, yəni Meetlərdə bir problem yoxdur ki. Deməli, burada Meetin birindəki mesajlarımıza baxaq. Bizi salamlamışsınız, təşəkkür etmişsiniz, çox sağ olun. Mən sizə zamanınızı ayırıb qoşulduğunuz üçün mən təşəkkür edirəm. İcazənizlə bir ekran kaydı da eləyim. Bilirsiniz ki, bizdə ekran kaydını paylaşırıq ki, bəli, bizim təlimimizə qoşuldular. Məndə tətbiqi yükləmək kimi çıxdı, səhifə kimi çıxmadı. Heç bir problem yoxdur. Hər ikisi ortaq nəticəyə gedib çıxacaq. Heç bir problem yoxdur. Narahat olmayın. Hər ikisində istifadəsi olmuş olacaq. Burada belə yenə də suallarınızı yazarsınız, cavablandıracağım. Növbəti 2 bizim Google forumumuz var və hər ikisində 101 iştirakçı var. Həqiqətən çox təşəkkür edirəm, minnətdaram qoşulduğunuz üçün. Çox sağ olun. İndi davam edək. Gəldik, yəni berisk olan alətimizə. Baxın, burada sizə bir informasiya da çatdırım. Burada biz mövzumuzu əlavə də edə bilərik və yaxud da ki, buradan biz PDF-imizi əlavə də edə bilərik və yaxud da mövzunun adını da yaza bilərik. Və siz daxil olanda, yəni beriskə daxil olanda, sizin baxın, burada belə bir ikon yaradılacaq. Bu hissədə sizin kompüterlərinizdə fərqli bir yerdə açıla bilər. Bu vəziyyətdə burada bizim üçün bu ikonun üzərinə vuranda da biz sırf yəni baxın beriskin belə də istifadəsini görə bilərik. Yəni bu boyda arxa fonda olan o növbəti dərsləriniz nə olacaq? Belə bir şey yox. Bax burada belə bir ikondan buna da gedə bilərsiniz. 2 pəncərədən ibarətdir. Bura klassik. Baxın bu klassik. Klassik deyəndə sadəcə 5 dənə sorğuya cavab verir. New deyəndə isə baxın bu vəziyyətdə sorğuya cavab verəcək. İndi hər ikisinin istifadəsini izah eləyəcəm sizə. Yoldaşlar, bir var ki, biz məlumatımızı bura kopyalayıb qoyaq. Yəni kopyadan qoyaq. Bu da mümkündür. Necə mümkündür? Təsəvvür edək ki, bir PDF-i açmısınız. Mən hal-hazırda bir PDF açmışam. Həmin bu PDF-dən müəyyən mövzuları seçdim. Yəni müəyyən bir hissəni seçdim. Ctrl+C və yaxud da seçdiyimin üzərində sağ düymə kopyalama edə bilərəm. Kopyalama edə bilərəm. Və sonra yenə gəlirəm Google hesabıma və baxın, bu hissədə kursor buradadır. Ctrl+V, Ctrl bir də V və yaxud da sağ düymə siz pastedən istifadə edərək, yəni bura məlumatları əlavə edə bilərsiniz. İndi məndə paste hissəsi açılmadı. Gəlin Ctrl+V vuraq. Ctrl+V vurdum. Baxın, mənim orada kopyaladığım informasiya buraya köçmüş oldu. Cümləm yarımçıq qalıb, onların sözü. Təzdən yenə eyni PDF-ə daxil oluram və cümlənin davamını da, yəni kopyalayıram. Ctrl+C və yaxud da sağ düymə copy seçib yenidən, yəni buraya əlavə edirəm. Və baxın, mövzumu tamamilə əlavə etdim. Bax, burada baxın, növbəti ideyalar sözü var. Siz buradan yaza bilərsiniz. Bunun davamında yazıram. Bu mövzu haqqında Viktorina, məsələn, iş vərəqi, dərs planı və sair hazırlamağı yaza bilərsiniz. Məsələn, hazırla yazıram. Burada uzun yaza bilərsiniz. Mən sadəcə daha tez nəticəyə çataq deyənə, yəni az yazdım. Və növbəti ideyalara vururuq. Növbəti ideyalara vurduqda bizim qarşımızda mövzuya yanaşmağın bir neçə yolları haqqında baxın informasiyalar gəlir. Və qısa zamanda burada onu hazırlamağa çalışır. Və baxın, sağ tərəfdə də biz o mövzunu görürük. Yəni mövzunun içini görürük. Əlavə siz nəysə bir bilgi istəyirsinizsə, bu hissədən, yəni nəysə bir dəyişiklik yaradacağı haqqında nəysə bir dəyişiklik istəyirsinizsə, yəni buradan onu tələb edə bilərsiniz. Mən hal-hazırda heç nə istəmirəm deyənə bu düyməni, bu ox düyməsi ilə bu pəncərəni bağladım. Belə açıb və yaxud da bağlaya bilərsiniz. İndi baxın, burada bizim verdiyimiz mövzu informatika və məlumat prosesləri əsasları mövzunu özü belə adlandırıb və baxın aşağıda informatika dərs planı və iş vərəqi.
Siz burada bu create hissəsinə vuraraq bunu yaratması tələbini verə bilərsiniz və yaxud da burada add bundle hissəsi, yəni bunu artıq hazır material kimi bizə aid olan hissəyə əlavə etməsi tələbini verə bilərik. Mən create hissəsinə vururam və bir neçə saniyə biz gözləyə bilərik ki, o bunu hazırlasın. Bax, iş vərəqi, informatika dərs planı və iş vərəqi. Bir neçə saniyə gözləyirik. Həqiqətən də insan işini çox asanlaşdırır və başlayır burada yazmağa. Deyə bilərsiniz ki, ay müəllimə, bunu hazırlayacaq. Tutalım, baxın, hazırladı Türk dilində. Çünki biz orada çıxış dili Türk dili seçmişdik. Bu da yəni problem deyil. Əgər biz süni intellekt alətindən istifadə ediriksə və süni intellekt alətləri bizim işimizi asanlaşdırırsa, burada onun çıxış dili də problem olmamalıdır. Necə problem olmamalıdır? Yenə də gələk buradan birinci baxaq görə buradan Translated-dən Azərbaycan dilini seçsək, bunu Azərbaycan dilinə çevirirmi bu hissəni? Görürük ki, burada Azərbaycan dilinə çevirmir. Bəs biz ikinci bir köməkçi kimi nə edə bilərik? Bizim Google Translate-imiz var. Gəlirik, baxın, burada, yəni bu iş vərəqinin bu yuxarı hissəsində plusa vururuq. Burada Google Translate yazırıq. Google Translate daxil edirik. Google Translate daxil elədik. Onsuz da bu iş vərəqini biz öz, belə deyək də, Word-ümüzə və s. köçürmək istəyəcəyik. Düzdür, yaxşı olardı ki, biz belə deyək də, yaxşı olardı ki, Azərbaycan dilində verərdi. Düşünürəm ki, yəni bu müəyyən bir müddətdən sonra tam Azərbaycan dilində çalışacaq. Amma Azərbaycan dilində çalışana qədər biz bunu bilməliyik. Məsələn, Türk dilindən çevirməyini deyirik də. İndi Türk dilini seçirik buradan və bizim dil olaraq Türk dilindən hansı dilə çevirsin onu seçirik. Azərbaycan dilinə çevirməyini istəyirik və Azərbaycan dilini seçirik. İndi gəlirik həmin məlumata. Burada səhifə. Baxın, səhifə kopyalayıram. Məsələn, tutalım, hələ ki bura qədər kopyaladım. Kopyalayandan sonra seçirik, Ctrl-C edirsiniz və gətirirsiniz Google Translate-də. Yenə də burada Ctrl-V, baxın, o bizim, yəni sağ tərəfdə onu Azərbaycan dilinə rahatlıqla çevirdiyini görə bilərsiniz. Daha sonra bunu yenə də kopyalayıb, yəni hansı ki bu məlumatı kopyalayıb siz Word-ünüzə əlavə edə bilərsiniz. Məsələn, gəlirəm Word sənədinə, onsuz da biz bunu iş vərəqi kimi çap edəndə Word kimi yükləməliyik. Baxın, Azərbaycan dilində əlavə etmiş olduq. Yəni, səhifə hər birini bu vəziyyətdə kopyalayıb daxil edə bilərik. Yəni, burada onun dil məsələsini də problem eləmək, yəni dil məsələsini də problem etməyimiz doğru deyil ki, çünki biz süni intellekt alətindən istifadə ediriksə, dil də bizə bir problem yaratmamalıdır deyə düşünürəm. Növbəti hissəmizdə hansı ki bizim, yəni baxın, informatika dərs planı iş vərəqinə baxdıq. İndi təqdimat var. Bu təqdimatın yenə də yarat hissəsinə vururuq. Burada da yenə də dil məsələsi sizin üçün problem olacaq. Onu da yenə də tək-tək təqdimat kimi tək-tək tərcüməsini vermək olar. Düz Azərbaycan dilində verdiyimiz məlumatlarda bəzən Azərbaycan dilində hazırlayır, amma Türk dili də bizə uzaq bir dil deyil. Burada sadəcə o, məsələn, Google prezentasiya, Google dokumentdə hansı ki buradan translate-nə vuranda onu Azərbaycan dilinə çevirməsini bir neçə saniyə ərzində görə bilərik ki, yəni onu çevirə bilər. Yəni, baxın, asanlıqla təqdimatımızın hazırlanmasını da görə bilərik. Dil problemdirsə, dil problemini yenə də biz oradan təbii ki, çevrilməsini həyata keçirmək mümkündür. Növbəti hissədə burada podcast da var. Podcast, yəni dərsin izahını verəcək bizə. Mənim sizə göstərmək istədiyim isə burada, məsələn, baxın, çıxış bileti var. Burada Viktorina da var. Viktorina bizim, yəni Google Formusda avtomatik onlayn sınağın yığılmasıdır. Başqa proseslər çoxdur burada. Məsələn, mən indi Viktorina üzərinə keçəcəm. Yarata vurduq. Baxın, bizim, yəni create edəcək. İndi mən hansı hesabda Google Forms açmışamsa,
hansı hesabda beriskdə qeydiyyatdan keçmişəmsə, baxın onun bizim üçün avtomatik viktorinasını hazırlamış oldu və mövzu Azərbaycan dilində copy paste eləmişdim deyənə, baxın Azərbaycan dilində verdi bizə. Azərbaycan dilində bizə daxil etdi. Yəni burada artıq görürsüz mövzu Azərbaycan dilində idi deyənə, Google Formusdakı sualları Azərbaycan dilində verdi. Bəzən sual verirlər ki, müəllimə, Google Formusda dəyişiklik edə bilərəmmi? Niyə görə olmasın? Niyə görə dəyişiklik edə bilmərsiniz? Bəli. Məsələn, burada informatika kavramaları viktorinası yazıb. Yaza bilərsiniz ki, bunu dəyişdirə bilərsiniz ki, informatika, məsələn, yazırıq ki, ilkin anlayışlar, bilik yoxlanılması, belə yazdıq. İstəsəniz əlavə də burada, məsələn, seçdim, qalın elədim. Buradan, məsələn, deyirsiniz ki, burada şagirdin adını, soyadını tələb edən bir hissə daxil eləməyibdir. Mən bunu necə əlavə edim? Baxın, plusa vurursunuz, plusa və salam, burada yazırsınız ki, şagirdin adı, soyadı. Şagirdin adı və soyadı, və yaxud da ki, deyə bilərsiniz ki, ad və soyadı. Belə bir hissədə özünüz qeyd edə bilərsiniz. Artıq şagirdin adı və soyadı yazanda burada göstərir ki, yəni bu qısa cavab olmalıdır. Və bunu burada mütləq tələb kimi qoya bilərsiniz ki, mütləq bütün şagirdlər, yəni ad soyadını qeyd eləsin. Və salam, arxada aşağıda suallar və onların cavabları, hansı ki biz qısa zamanda hazırlaya bilməzdik. Əlavə kiminsə dəyişikliklər etmək istəyirsə, təbii ki bizim ən birinci ödənişsiz şəkildə həyata keçirdiyimiz təlim Google Formusda sınaq hazırlamağı idi. Yəni oradan sınağa hazırlaya bilər. Bax, buradan link a sheet var, yəni buradan da cavabları əldə edə bilərsiniz. Paylaşmaq hissəsində isə biz şagirdlərlə təbii ki bunu paylaşa bilərik. Paylaşılmaq hissəsi burada gəlirik. Baxın, copy link var ki, yəni bu şagirdlərlə, uşaqlarla paylaşacağımız link hissəsi, hiperəlaqə hissəsi. Hə, doğru cavabları bəli. O hissəni unutdum. Doğru cavabları özünüz qeyd eləsəniz daha yaxşıdır. Burada məsələn özünüzdə dəyişikliklər edə bilərsiniz, amma sualın üzərinə vuranda bizim əlavə elədiyimiz məzmundan sınaq hazırladığına görə əlavə elədiyimiz məzmundan cavabları da burada qeyd edir. Yəni cavablara göz gəzdirməyiniz məqsədə uyğundur. Yəni istəsəniz bir göz gəzdirin. Hansı ki bir səhvliklər ola bilər, amma hal-hazırda görürsüz özü cavabları qeyd edibdi. Özü cavabları qeyd edib. Mən ilk 3 dənəsinə baxdım, 3 dənəsində bir problem yoxdur cavablarda. Amma məsləhət görürəm ki, siz buna mütləq və mütləq, yəni baxın, mütləq baxmış olun. Bir də yoldaşlar, burada biz ad soyad qeyd edin hissəsində, bax burada cavabı, adını, soyadını qeyd eləyənə elə bil 5 bal əlavə verir. Bunu əgər, yəni biz burada 5 bala nə ehtiyac var ki? Onda, yəni bu adını, soyadını qeyd eləyəndə niyə görə ona 5 bal versin ki? Bu həmin as və k-in üzərinə vurursunuz və gəlirsiniz buradan bu pointi 0 eləyirsiniz. Çünki cavabı, adını qeyd eləməyə nə bal versin ki? Və bunun OK vurursunuz, yəni artıq burada adını qeyd eləyəndə bal verməyəcək. Yəni 10 sualdır, hər sualı 1 balla qiymətləndiribdir. Okey, linki paylaşırıq indi. Kopyalayırıq, bax bura vurduq. Bura kopyalayanda bəzən mən görürəm ki, müəllim çox qəşəng link hazırlayıb, amma bir Google Forms hazırlayıb. Amma Google Forms da boyda bir belə deyək də A4 vərəqin bir 3 sətrini tutan link yeri veribdir. Yoldaşlar, bax burada short URL var. Yəni qısa URL seçirik. Vurduq qısa URL-ə. Görün nə gözəl görsənir. Formus. Yəni istifadəçi də onu açmamışdan öncə onda bir fikir yaranır ki, bu formus da hazırlanıbdır. Tamam, mən kopyalamaya vurdum və indi gəlirəm, hər biriniz ilə bunu paylaşacağım. Deməli, daxil oldum. Birinci messengerə daxil olduq və bəli, əlavə suallar da artıra bilərsiniz. Özünüz əlavə edə bilərsiniz. Nə sualınız varsa yazın. Notebook elemə bənzəyir. Biraz onu tam anlamadım. Notebook elemdə Google Forms hazırlamır axı.
Kitabdan göndərəcəm. Bəli, onu da göstərəcəm. Onu da göstərəcəm inşallah. Bəli, PDF-i də yükləyib edə bilərik. Linki bura göndərdim. İstəyənlər, yəni linkə keçid edib baxa bilərsiniz ki, həqiqətən də aktivdirmi? Digər messengerlə də linki paylaşıram. Yəni baxa bilərsiniz ki, görək bizim linkimiz iştirakçıların mesaj göndərməsini aktivləşdirdik. Biz də mesajımızı əlavə edək. Aha, deyəsən özümüzün mesaj göndərməyini bağlamışıq digərində. Bircə dəqiqə bunu ayarlardan hazırlayın. Bircə dəqiqə. Deməli, mesaj göndərməsinə icazə verdik. Mikrofonları bağlamışam. Üzrlü sayın. Deməli, görüşə qoşulanda bir səs olmasın ona görə. Deməli, belə. Aha, okey. Bura bu Google Formusa göndərə bilmədim linki. Bircə dəqiqə. Yenidən linki kopyalayım. Nə sualınız olsa yazın. Mən yəni chat bölməsinə baxanda cavab verməyə çalışım suallarınıza. Aha, okey. İndi burada da oldu. Yəni belə deyək də problemsiz siz də istifadə edə bilərsiniz. Aha, okey. Bu da belə. Davam edək biz. Yenə də nə sualınız olsa yazın. Əlavə sual soruşmuşdunuz. Bəli. Əlavə sualı buradan biz gəldik. Məsələn, bax sonuncuya vururuq. Sonuncu. Məsələn, bizim bu 10-cu sualımız idi də. Okey, buradan plusa vuraraq add question eləyib əlavə əlyazma sual əlavə edə bilərsiniz. Mən beriski sırf buna görə istifadə edirəm. Yəni copy paste edirəm mövzumu və mövzuma uyğun cəld sınaq hazırlayır. Cəld onlayn sınaq hazırlayır. Yəni bir də əziyyət çəkib özüm hazırlamıram. Hətta çox sağ olsun cəld aktiv yoldaşlardan biri işləyibdi sınağı. Burada yəni onun cavablarını görə bilərik. Link eşit eləyib. Məsələn, biz onun cavab adını, soyadını görə bilərik ki, kim işləyibdi. Ad soyadına nöqtə qoyub, amma işləyibdi. Yəni, bu o deməkdir ki, link aktivdir. Çox sağ olun, təşəkkür edirəm. Link aktivdir, şagirdlər daxil olub işləyə bilərlər. Hətta siz buradan, yəni ona əlavə parametrlər də verə bilərsiniz ki, məsələn, buradan o linkin aktiv, neçə saat aktiv olması, neçə dəqiqə aktiv olmasını da buradan redaktə edə bilərsiniz. Bunu biz Google Formusun, yəni belə deyək də, Google Formusda danışmışıq. Yəni ona görə bir də buna zaman ayırmıram. Sadəcə əlavə parametrlərini qeyd edirəm ki, yəni bütün dəyişiklikləri edə bilərsiniz. Daha sonra davam edək. Yenə gəldik Beriskdən. Və burada Victorina Quiz Google Formusun özünün işarəsi var. Bənövşəyi rəngdədir. Bax, bu yaradır. Çox gözəldir, çox qəşəngdir. Daha sonra, məsələn, çıxış bileti var. Burada, məsələn, çıxış biletini də çox qəşəng formada hazırlayır. Yəni, dokument üzərinə əlavə edir. Yəni, öyrənci görünümü. Sadəcə problem ondadır ki, Azərbaycan dilində yox, türk dilində hazırlayır. Ona görə çıxış dilini türk dilinə Azərbaycan dilinə dəyişdirmə hələlik mümkün deyil. Çünki Azərbaycan dilini dil içərisində dəstəkləmir. Amma belə edə bilərsiniz ki, belə edə bilərsiniz ki, buradan dili Translateddən Azərbaycan dilinə seçsək, yəni Azərbaycan dilinə dəyişdirir ki, yəni burada başlayır, biz ona məsələn suallar verə biləcəyik, bizdən suallara başlayacaq. Məsələn, tutalım ki, informasiya nədir? Öyrənmə bələdçisi kimi bundan dialoq qurub, məsələn, istifadə edə bilərik ki, bizim verdiyimiz mövzuya uyğun olaraq bizim suallarımızı cavablandıracaq. Sadəcə burada baxın, türk dilində istifadə edir. Deyir, bilgi nədir? Onu soruşmaq istəyirsən. Mən Azərbaycan dilində yazmışam. Bilgini bizdən türk dilində istəyir. Çox güman ki, bu qısa zamanda, yəni Azərbaycan dilini də dəstəkləyən versiyasını görmüş olacağıq. Buradan deməli biz birinci mövzunu əlavə etdik. Mövzunun
copy paste elədik. Bir də var ki, yoldaşlar, copy paste etmədən mövzu üzərində də PDF-i əlavə etməklə də biz bu işi görə bilərik. Baxın, şəkillər və faylları yükləyən, hətta şəkil üzərində də mövzunu oxuyub anlaya bilir. Və şəkillərdən əlavə edinə vurduq. Bizim qarşımızda, yəni sizin sənədləriniz hardadırsa, həmin sənədlər olan hissəyə gedə bilərsiniz və oradan sənədlər üzərindən də istifadə edə bilərsiniz. Məsələn, mən indi gəldim buradan, tutalım ki, bizim burada, məsələn, 9-cu sinifin mövzularından bir proqramı seçdim. Və gəldim buradan xidməti proqramlar, diskin təmizlənməsi bölməsi open vurdum və faylı bura yüklüyür. Faylı bura yüklədikdən sonra bayaqlarım copy paste etmişdik. İndi amma məsələn biz tutalım ki, belə xidməti proqramlar artıq PDF yüklədim və burada məsələn yazıram ki, dərs 45 dəqiqəlik 45 dəqiqəlik dərs planı hazırla. Dəqiqəlik dərs planı hazırla. Və yenə də baxın, bunun üzərinə vururuq və biz, yəni OK düyməsinə vursaq, bizim əlavə elədiyimiz mövzunu, burada baxın, hələlik mövzunu dəyişdirməmişdi, amma baxın, indi mövzunu PDF-ə uyğun olaraq dəyişdirdi ki, diskin təmizlənməsi üzrə 45 dəqiqəlik dərs problemi və dərs planı və başlayır ona uyğun hazırlamağa. Yenə də dil olaraq mütləq burada dil problemi var. Bir dənə dili ya Google Translate ilə çevirirsiniz, ya da ki burada Azərbaycan dilinə çevirərək görə bilərsiniz. Yenə də baxaq görək, bizim baxın, Viktorinamızı da özü hazırlayıbdı. Burada biz birbaşa yarat hissəsinə vuranda özü yaradır, amma bu baxın, bu qələm işarəsi var da, bu isə sizin özünüzün əlavələrinizi edə bilər. Bayaqlarım mən birbaşa yaratın üzərinə vurdum, özü öz parametrlərinə uyğun olaraq yaratdı. Amma o qələmin üzərinə vuranda, qələm isə bizə bizim dəyərlərimiz, yəni bizim əlavə fikirlərimiz, əlavə seçimlərimiz varsa ona uyğun hazırlaya bilər. Bax, burada çoxsaylı seçim. Çoxsaylı seçim Azərbaycan dilində, yəni sual verir, sualın 5 cavab variantı, 4 cavab variantı belə hazırlayır. Qısa cavab, yəni suala qısa cavab vermək, yəni konkret bir sözdən ibarət sualın cavabı. Uzun cavab isə artıq yəni orada daha çox real həyat nümunələri ilə bağlı mövzuya uyğun suallar hazırlayır və onu seçir. Hansını istəsəz onu seçə bilərsiniz. Mən çox cavablı seçdim. Sual sayı baxın, burada minimum standart halda 10 göstərir. Minimum 1 sualdır, maksimum baxın 18-20 suala qədər hazırlaya bilir. Yəni və ödənişsiz bu hazırlamağı həyata keçirdir. Və siz yəni burada əlavə fikriniz varsa əlavə edirsiniz. Yoxdursa məsələn seçə bilərsiniz ki, yaş kateqoriyasını dəyişdirsin və yaxud da başqa fərqli nələrsə əlavə etsin, edə bilərsiniz və sürətləndirinə vuranda onu hazırlayacaq. Mən sürətləndirinə vurdum və bir neçə saniyə biz onu gözləməliyik ki, bizim verdiyimiz parametrlərə uyğun olaraq onu hazırlasın. Və görürsüz, avtomatik yəni burada başlayır onu hazırlamağa. PDF-dən verdiyimiz sənədi təəssüf ki, yəni belə deyək də Azərbaycan dilində vermir. Yenə də buradan şagirdə də öyrədə bilərsiniz ki, işləyəndə Azərbaycan dilini seçsin və Azərbaycan dilinə tərcüməsini aktiv etmiş olur. Yəni Azərbaycan dilinə burada bu platforma buradan Azərbaycan dilinə tərcüməsini görə bilərik. Yəni qismən də olsa edir. Bunu bildik. Yəni PDF-dən də hazırlamağı bildik və s. İndi isə sizə nəyi göstərmək istəyirəm? İndi sizə göstərmək istədiyim, baxın, bu işarə var, bu işarə. Hansı ki, bayaqlarım yoldaşlardan biri chat bölməsinə yazmışdı ki, bayaq yoldaşlardan biri chat bölməsinə yazmışdır ki, mən deyir, birbaşa, yəni yükləmək gəldi də, yəni birbaşa yükləmək gəldi deyir. Onda da yoldaşlar sizdə avtomatik, bircə dəqiqə üzr istəyirəm, bircə dəqiqə. Onda avtomatik
Bircə dəqiqə səbirli olun. Çox üzürlü sayın. Deməli, biz onu link kimi yüklədikdən sonra bizdə baxın belə bir işarə də gələ bilər və yaxud da birbaşa proqrama keçid də edə bilər. Məsələn, bax mən indi bir PDF-in üstündəyəm də. Gəlirəm baxın bax buranı belə seçəndə, onu yükləyənlərdə avtomatik bax burada berisk işarəsi gəlir. Yəni onu yükləyəndə. Da biz bir də belə deyək də sırf hə, Google Formusa daxil olaq, beriskə gedək. Belə bir şeylər olmur. Yəni birbaşa beriskə də gedə bilir. Bunu burada necə edirik? Baxın, bəs bu istifadə nə üçündür? Eyni şeydir. Sadəcə burada daha yəni qısa formada, daha detallı görə bilərsiniz. Bax, biz gəlirik, indi tutalım ki, gələk baxın, həmin o saytın beriskin üzərinə gəldik. Baxın, bax bu işarə burada da var. Yəni hər yerdə biz onu görə bilərik. Yəni əgər yükləmisinizsə, yükləyəndə ümumiyyətlə çox yerdə sizin qarşınıza çıxacaq. Baxın, bax burada da o işarə açılır qarşımızda. Qarşımızda açılanda bir klassik hissəsi var, bir də new hissəsi var. Klassik və new hissəsi. Klassik hissəsi, yəni əvvəlcədən də sadə bir formatı açır qarşımıza. New hissəsində isə daha detallı nələrsə görə bilərik. Amma yenə də biz hər ikisinə baxaq. Burada siz görürsünüz, baxın, bax bu fayl işarəsi. Bu, yəni o deməkdir ki, faylı ya şəkil kimi, ya bir PDF-dən, ya da bir Word sənədi kimi əlavə edə bilərik. Yəni sənədimizə. PDF-dən də əlavə edə bilərsiniz. Hal-hazırda Azərbaycan dilini vermədiyinə görə PDF üzərindən əlavə biraz yəni işlərinizi tam asanlaşdırmaya bilər. Baxın, mən PDF üzərindən verdim və buradan bizə belə bir dialoq pəncərəsi açıldı. Mən burada create seçəndə deyir ki, yəni neyniyim? Burada yarat da vura bilərsiniz və yaxud da bu mövzu haqqında feedbacklər, yəni geri dönüşlər ala bilərsiniz şagirddən və yaxud da ki, levellara uyğun olaraq müəyyən oxuma prosesini aktivləşdirə bilərsiniz və yaxud da bəzi aktivitelər hazırlamaq olar. Mən krit hissəsinə vursam, bunların hər birini burada görürük. Baxın, bu mövzu haqqında quiz hazırla və quizdəki sadəcə quizdə qalmır. Ha, baxın, biz quizi seçəndə bunun ödənişli versiyalarında hətta Kahoot hazırlamaq da var və digər yəni nələrisə də hazırlamağı var. Məsələn, mən quiz seçdim, amma təkcə quiz deyil də, məsələn, üzərinə vurduq, buradan başqa prezentasiya, hətta məsələn, quizi seçməyib Kahootu da seçə bilərəm. Deməli, burada artıq yəni bizim bu hesabda Kahoot hazırlamağı da var. Yəni Beriskin həqiqətən də möhtəşəm işləri var. Bir dənə problem tam Azərbaycan dilini dəstəkləməməsidir. Tam Azərbaycan dilini dəstəkləyəndə heç bir problemsiz, çox gözəl formada hazırlayacaq. Next düyməsinə vururuq. Next düyməsinə vuranda bax buradan yenə də sənə deyir. Yenə də səndən seçimi istəyir ki, hansını istəyirsən. Məsələn, deyirəm, hə, quizi istəyirəm. Yəni quizi seçib gəlmişəm onsuz da. Dil olaraq yenə də gəlirik burada. Dil biraz problemdir. Azərbaycan dilimiz təəssüf ki, yoxdur. Ona görə də türk dili seçəcəyik. Yəni amma mövzunu copy paste eləyəndə mövzu özü Azərbaycan dilində olduğuna görə sırf yəni onda Azərbaycan dilində hazırlayacaq. Yenə Google formusu onsuz da seçmişdik. Burada əlavə, yəni nə isə bir standart istəsəniz, nə isə bir seçim istəsəniz, onun tələbini verə bilərsiniz. Burada səviyyə, yəni səviyyəni bizə indi 6 veribdir. Mən bu səviyyəni dəyişdirib, məsələn, yaza bilərəm ki, olsun 9-cu sinif və yenə də baxın, qısa cavab, uzun cavab çox seçimli. Məsələn, qısa cavablı göstərək. Sual sayı məsələn seçdim 2 dənə. Şərt deyil ki, burada 10 dənə veribdir. Sən də 10 dənə hazırlayasan və berisk seçirik və avtomatik, yəni biz artıq onu hazırladığını və hazırlamağa başlayacağını avtomatik görə bilərik. İndi Kahootu da vurub baxarıq ki, görək Kahoot necədir. Baxın, yəni burada bizdə onu hazırlamış oldu. Heç bir problemsiz onu hazırladı. Mən indi bunu belə hazırlayıb, mən isə yazacağım burada. Deməli, mən bu məlumatları silib daxil edəcəm ki, deməli, berisk, deməli, təlimində sertifikat linki.
təlimində sertifikat linki. Mən bunu onun üçün istifadə edəcəm. Və salam. İndi burada deməli linki daha sonra onsuz da sizinlə paylaşacağam. Ad və soyad, yoldaşlar, ad və soyadı yazanda bu da mənə lazım deyil deyənə bu sorğunu siləcəm. Yoldaşlar, adınızı və soyadını siz necə yazırsınızsa, onu bizim əməkdaşlar sertifikat linkində eləcə də qoyurlar. Yəni orada da başqa belə deyək də, heç bir belə deyək də, orada da başqa heç bir dəyişiklik eləmirik. Siz hərfi səhv də yazsaz, düzdə yazsaz, biz onu dəyişdirmirik. Yəni ona görə də sertifikat linkində ad soyadınızı yazanda düzgün yazın. Yəni biz orada heç bir dəyişiklik etmirik. Aha, okey. Deməli, qayıtdıq, bu belə qalsın. Qayıtdıq, deməli, buradan bir də yenə də eyni bir şey üzərindən baxacağım. Bircə dəqiqə, deməli, yenə də eyni bir PDF üzərindən baxarıq Beriskin üzərində. Bu dəfə isə baxarıq nəyə? Deməli, Kahoot hazırlamağına ki, görə Kahootu necə hazırlayacaq. Baxın, yenə də gəldim bunun üzərinə. Buradan, deməli, indi mövzunu krit hissəsinə vururam. Deməli, burada artıq Kahoot seçəcəyik. Sadəcə PDF-i yükləmədim. Deməli, baxaq görək. Bizim burada, baxın, əlavə burada nə qədər anlayışlar verir bizə. Dərs planı hazırlamaq və yaxud da çıxış bileti hazırlamaq. Yəni, hər şeyi buradan əlavə edə bilərik. Kredit hissəsinə vuraq, keçək new hissəsinə. New hissəsində baxın, bura sənədimizi copy-paste edə bilərik. Yəni, PDF-i yükləmə hissəsi də var plusun üzərində və yaxud da ki, copy-paste edə bilərik. İndi gəldim, yenə də bu məlumatı kopyaladım. Qısa bir şey olsun deyənə sizin çox vaxtınızı almaq istəmirəm. Gəldik burada paste düyməsinə vurduq. Mövzumuz buraya əlavə olundu. Okey. Ondan sonra bizim indi bu mövzumuzu veririk ki, mövzunu oxusun və mövzunu oxuyandan sonra bizdən buradan tələblər var ki, məsələn, standart olaraq hansı standartı seçsin. Mən heç bir standart tələb eləmirəm. Bunun səviyyə olaraq yaddaşında 6-cı sinif qalır. Siz başqa sinif istəyirsinizsə, onda buradan başqa sinifi seçirsiniz və məsələn 6-cı sinifi götürürük. Sonra çıxdı dili baxın, hal-hazırda burada Azərbaycan dilini göstərir. Çünki mənim əlavə elədiyim Azərbaycan dilidir. Biz buradan nə öyrəndik? Öyrəndiyimiz odur ki, yəni məlumatın hal-hazırda PDF formada yükləyəndə bu onun üçün əlverişli deyil. Çünki PDF formada yükləyəndə PDF-i oxuyur, türk dilində anlayır və yaxud da sənin tələb elədiyin dildə anlayır. Amma copy-paste elədiyimiz məlumatı Azərbaycan dilində anlama qabiliyyəti var və bura baxın, yəni dil olaraq çıxış Azərbaycan dili göstərir. Burada formatı Google Forms göstərir. Bu Google Formsdan əlavə Microsoft Forms da seçə bilərsiniz. Yəni bu formatı da aktivləşdirmək mümkün olar təbii ki. Deməli, aha, vurdum getdi faylım. Mən əslində Kahoota görə istəyirdim bura gəlim. Sadəcə burada bizə Kahootu göstərmədi. Bircə dəqiqə. X vurdum, bağlandı. Səbirli olaq. Okey. Siz işlədiyiniz zamanda belə işlər ola bilər. Heç bir problem yoxdur. Yenidən biz gözləyirik ki, fikirləşsin, məlumatı oxusun. Bizə bu məlumata uyğun nəyi deyə bilərsə, yəni onu təqdimini verə bilərik. Aha, okey, bunu save elədik. Burada hal-hazırda dil ingilis dilinə keçdi, amma bayaq məlumat Azərbaycan dilində oxuyub anlamışdı. Hal-hazırda Azərbaycan dilini göstərmədi, amma bayaq Azərbaycan dilini göstərmişdi. Deməli, bircə dəqiqə, gəlin türk dilini axtaraq. Elə dillər var ki, Azərbaycan dilinin olmaması həqiqətən də çox məyus eləyir məni. İnşallah ki, tez bir zamanda Azərbaycan dilinin də burada dəstəyini görərik. Krit hissəsinə vuraq, bu mövzu ətrafında. Baxın, buradan yaradanda gözləməyin ki, bu özü hazır yaradacaq. Burada sənə suallar verir ki, yəni bu mövzuda nəyi hazırlayım? Yəni, burada artıq tam o dəqiqə birbaşa hazırlamır da. Müəyyən bizə suallar verir ki, baxın, mən Azərbaycan dilinə çevirdim, Azərbaycan dilində oxudu.
Əlavə edilmiş veb-sayt mənbəyindən istifadə elə. Bax, bu mövzu ətrafında, yəni nələr əlavə eləsin, mövzunun əsasını qursun və yaxud da başqa nə isə istəyirsən. Mən indi mövzunun, yəni bu mövzu əsasında qursun deyənə bunu seçirəm. Yenə əlavə suallar verəcək bizə. Yəni o dəqiqə burdan, yəni biz krit hissəsinə vurduqda o dəqiqə hazırlamır. Yəni bizdən dialoq formasında hazırlayır. Azərbaycan dilini bilmiriksə, onda biz Azərbaycan dilinə, ingilis dilini bilmiriksə, Azərbaycan dilinə çevirib təqdim olunan suallardan seçimlər edə bilərsiniz ki, nəyi istəyir səndən. Əlavə edirsiniz, yəni təsdiqləyirsiniz və okey daşı vurduqdan sonra bizə verdiyi tələblərdən sonra bu seçimi təsdiqləmiş olacaq. Biraz burada yəni uzun gedir, amma yenə də fərqi yoxdur. Vururuq və artıq sualları bitdi. Bizdən tələb elədiyi suallara uyğun olaraq və buradan krit hissəsinə vuraraq yaratmış olacaq. Yəni tələbimizə uyğun olaraq yaradacaq və fikirləşir. Tələbimizə uyğun olaraq bizdən Google dokumenti hazırladığını görə bilərik. Bəzən isə mövzunu verdikdən sonra təkcə Google dokument yox, yəni ona aid hər şeyi hazırlayır. Dil yenə də problemdirsə, yenə də Translate-dən dili Azərbaycan dilinə çeviririk ki, görə bizim üçün nə hazırladı. Baxın, bax, burada mövzuya uyğun olaraq hazırladığı bütün məlumatları burada görmək mümkündür. Buradan bir dənə də Kahoot hissəsinə baxaq. Çünki Kahoot hissəsi yəqin ki, hər birinizə maraqlıdır ki, görək Kahoot hissəsi necə olmuş olacaq. Hansı ki biz, yəni Beriskin üzərinə bunun üzərinə vurduqda, burada klassik hissəsini seçəndə, hansı ki PDF-i yükləsək, yəni buradan gələk PDF-imizi yükləyək. Google Word sənədi də ola bilər. Məsələn, tutalım ki, veb-sayt şablonları seçdim və PDF-imiz yüklənir. Burada biz dokument hazırlatmağı öyrəndik sizinlə. İndi krit hissəsinə vuraq, mövzumuzu yüklədik. Bax, burada Kahoot var. Prezentasiyanı bildik, podcast səsli izahını hazırlayacaq, Neopard hazırlaya bilir. Məsələn, kurikulum əsaslarında müəyyən dərsin sillabusunu hazırlaya biləcək. Belə deyək də, tam hamısının tərcüməsini bilmək istəyiriksə, Translate-dan Azərbaycan dili seçək. Baxın, hamısını buradan tədris planı, resurs, nümunə, yəni nəyi seçsəniz yüklədiyiniz sənədə uyğun olaraq hazırlamış olacaq. İnzibati tapşırıqları da var, yəni çox məhsuldardır. İndi mən burada seçirəm Kahootu. Maraqlıdır mənim üçün ki, görək Kahoot hazırlamağı, yəni indiyə qədər baxmamışdım. Buradan gəldik Kahootdan. Məsələn, tutalım seçdim 9-cu sinif. Multi choice, yəni çox səviyyəni seçirik. Dil olaraq təəssüf ki, yəni başqa dil hələlik yoxdur. Azərbaycan dili yoxdur. Türk dili seçə bilərik. Amma copy paste elədiyimizdə Azərbaycan dilində hazırlaya bilər. Türk işi seçdik, sual sayı 5 dənə seçdik. Məsələn, 3 dənə edirəm, tez hazırlasın deyənə və beriskə vururuq. Bizim indi bu platformamızdakı, yəni burada qeydiyyatdan keçdiyimiz elektron poçt hesabı ilə birbaşa Kahoot yaratmağa gedəcək. Amma mənim bu hesabımda Kahoot yaratmamışam deyənə bizdən tələb eləyəcək ki, bura Kahoota keçid edək. Baxın, vurduq və sadəcə təsdiqləmək ilə indi onu hazırlamış olacaq. Məncə yoldaşlar mükəmməldir və baxın, heç bir problemsiz başlayır bizim, yəni Kahootumuzu özü hazırlamağa. Sizcə də gözəldirmi? Həqiqətən də yəni biz oturmuşuq, proqram işləyir. Bu birinci sualdır. Səbirli olaq görək burada ikincini necə əkləyəcək. Baxın, özü ikincini əlavə elədi. Amma Kahootda diqqətli olun, Kahootda düzgün cavabı daxil eləmədi. Düzgün cavabı daxil eləmədi deyənə burada nida işarəsi verdi. Bu Kahoot yenilikçidir deyənə hələlik, yəni tam aktivlik yoxdur. Tam belə deyək də bir şey görmürük. Bircə dəqiqə, deməli 3 dənə sual seçmişdim. 3 dənə sualda saxlayacaq çox güman ki, amma fırlanır hələlik. Və salam. Baxın, bizim artıq hazır olması haqqında məlumatı verdi. Keçirsiniz, düzgün cavablarımızı klik elədikdən sonra o nidalar aradan qalxır, təsəvvür edək. Və salam, biz artıq yəni bunu qayd edirik. Heç bir problemsiz qaydı olunur, yəni taslakalara düşməyəcək.
və taslakalara düşməyəcək. Sadəcə Kahootun özünün bu dəqiqə bəzi inkişaf mərhələləri var ki, daha sonra hatırlata vuraq. Buradan biz ödənişsiz şəkildə istifadə etməyi seçdim və baxın, burada taslakalara düşmür. Yəni artıq tam Kahoot kimi seçirik və canlı sunum eləyib biz oyuna başlada bilərik. Yəni bunu başlada bilərik. Ə, Deməli, bu sizə çatdırmaq istədiyim məlumatlar idi. Görün, həqiqətən də mənə elə gəlir ki, sizin də işinizi çox belə deyək də asanlaşdıracaq. Notebook elemə bənzəyir deyirsiniz. Yox, notebook elemə bənzəmir axı. Yəni çünki notebook elemdə axı Google Formsdur, Kahootdur. Belə hazırlamaq funksiyası yoxdur axı yoldaşlar. Yəni onun belə hazırlamaq funksiyası yoxdur. Yəni onda belə bir şeylər yoxdur axı. Ə, Yəni notebook elemdə yoxdur elə bir şeylər. Sadəcə notebook elemdə dərs mövzunun videosu, təqdimatı, iş vərəqi, səsli izahı, zehin xəritəsi, bunların hər biri var. Mən Beriski niyə görə istifadə edirəm? Beriskdə də yoldaşlar slayd da hazırlayır, iş vərəqi də hazırlayır, dərsin icmalı da hazırlayır. Ən mükəmməli Google Forms və Kahoot hazırlamağıdır. Siz Beriski mütləq bilmiş olun. Yəni ona çox qısa zamanda Azərbaycan dili əlavə olunacaq. O zaman isə çox sürətli şəkildə siz belə deyək də çox sürətli şəkildə öz belə deyək də Google formusunuzu və Kahootunuzu hazırlaya biləcəksiniz. Yəni həddindən artıq gözəldir. Aha, indi mən sizinlə sertifikatın linkini də paylaşıram. Mən niyə görə istifadə edirəm Beriski? Google Forms'a görə istifadə edirəm. Kahoot yaratmağını bugün sizinlə birlikdə kəşf elədim. Yeni əməliyyatdır. Deməli, baxın, mən də sizə izah eləyə mən də öyrənmiş oldum. Belə, suallarınız varsa chat bölməsinə yazın, suallarınızı cavablandıracağım. Yoldaşlar, təbii ki, mən istəyirəm ki, hər biriniz, yəni sertifikat alasınız. Amma belə bir şey var ki, yenə qeyd elədiyim kimi, bizim qruplarımızda, yəni qrupumuzda hardasa, yəni 1600 nəfərdən çox müəllim var. 1600 nəfərdən çox şəxs var. Onlar hər biri də hal-hazırda burada yoxdular. Yəni olmayanlar, canlı qoşulmayanlar, təlimə bura canlı qoşulana mən bilirəm ki, canlı qoşuldu, mən danışdım, o öyrəndi. Amma canlı qoşulmayan, sonra belə deyək də videodan baxıb öyrənsə də mən onu bilə bilmirəm. Yəni ona görə də bu sarıdan çox xahiş edirəm, bir-birimizi anlayaq. Bizdən küsməyin ki, mən canlı təlimə qoşulmamışam, amma sertifikat istəyirəm. Biz sizdən sadəcə, yəni bizə neçə dəqiqə zamanımız getdi? 58 dəqiqə. Sadəcə mənə zaman ayırmağınızı, yəni məni dinləməyinizi istəyərdim. Vəssalam, başqa heç nə. Canlı təlimə qoşulan hər kəsi sertifikat ilə təmin edəcəyik. İndi linkləri göndərirəm. Qeydiyyatdan keçin və belə deyək də sertifikatlarınızı qısa zamanda hazırlayıb göndərəcəyik inşallah. Hər biriniz üçün də xeyirli olsun, uğurlu olsun. Çox sağ olun, təşəkkürlərinizi qəbul eləyirəm. Artıq chat bölməsinə heç nə yazmayın. Mən sertifikat linkini göndərim ki, artıq sertifikat linkini hər kəs görmüş olsun. Chat bölməsinə artıq nə isə yazmayın. Çox təşəkkür edirəm. Geri dönüşlərinizə görə minnətdaram. Mən bunun linkini, yəni YouTube-a yükləyib linki qruplarınızda paylaşacağım. Mənim də sizdən tək istəyim var ki, bizim YouTube kanalına abunə olun. YouTube kanalımda bizim də izləyici sayımız artsın. Biz də bir dənə sizdən onu istəyirik. Okey. Mən linki göndərdim. Zəhmət olmasa hər kəs qeydiyyatdan keçsin. Chat bölməsinə artıq nə isə yazmayın ki, rahatlıqla insanlar qeydiyyatdan keçsinlər. Çox sağ olun. Gözəl sözlərinizə görə minnətdaram. Bizi bu sözləriniz motivasiya eləyir, məni daha da ruhlandırır və hər dəfə istəyirəm ki, təzə nə isə öyrənəndə onu tez auditoriyama çatdırım. Yəni sizin bu sözləriniz məni həqiqətən də sevindirir, xoşbəxt eləyir. Pullu versiyası, ödənişli versiyası var. Ödənişli versiyasında isə, yəni hələlik belə deyək də, bu izah elədiklərimizin hər birini ödənişsiz versiyada da rahatlıqla istifadə edə bilərsiniz.
Bəli, rus dili, ingilis dili tədris eləyənlər, ingilis dilində tədris edənlərdə heç bir problem yoxdur. Onlar rahatlıqla, yəni istifadə edə biləcəklər. Aha, linki bir də göndərirəm. Çox xahiş edirəm, canlı təlimdə olanlar linkdən qeydiyyatdan keçsinlər. Yoldaşlar, linkin üzərinə vurun, qeydiyyatdan keçin. Bir də göndərirəm linki chat bölməsinə. Deməli, bir də göndərirəm. Daha chat bölməsinə heç nə yazmayım. Linki göndərirəm, çünki qeydiyyatdan keçmək istəyənlər burada vurub keçsinlər. Aha, okey, digər qeydiyyatdan keçənlər belə deyək də çıxış edə bilərlər. Mən sadəcə chat bölməsindəki xoş sözlərinizi skrin edəcəm. O sözlər bizə motivasiya verir. Ə, Həmin sözləri paylaşıb saxlayacağıq özümüz üçün. Çox sağ olun, dəyərləndirdiyiniz üçün minnətdaram. Bizim sizdən istəyimiz isə YouTube kanalımıza abunə olmağınızdır. Çox sağ olun, təşəkkür edirəm. Əgər kiminsə sualı gözümdən qaçdısa, cavablandıra bilmədimsə, zəhmət olmasa, yəni mənə şəxsidən də yaza bilər, cavablandıracağam. Linki göndərdim. Hər kəs qeydiyyatdan asanlıqla keçə bilər. Sertifikat yaratmaq üçün proqramlar çoxdur. Sertifikat yaratmaq üçün istifadə edəcəyiniz proqram Posterwall var. Canva özü çox gözəldir. Posterwall da var. Canva özü də çox gözəldir. Aha. Sertifikat linkini yenidən göndərdim yoldaşlar. Burada qeydiyyatdan keçin. Sertifikat linkini göndərdim. Qeydiyyatdan keçin yoldaşlar və qeydiyyatdan keçən hər kəs artıq çıxış edə bilər. Çünki daha yeni heç bir şey deməyəcəm. YouTube kanalımı paylaşacağım. Çox sağ olun, dəstək olsanız. Yəni bəli, sadəcə ad soyadınızı yazmağınız kifayətdir. Çünki ad soyadınızı da sertifikatda necə görsənməyini istəyirsinizsə elə yazın. Mən baxım görüm qeydiyyatdan keçənlər varmı? Maşallah, maşallah. Qeydiyyatdan 229 nəfərimiz qeydiyyatdan keçibdir. Düşünürəm ki, artıq 231 nəfər. Düşünürəm ki, artıq yəni hər biriniz qeydiyyatdan asanlıqla keçdiniz. Hər birinizə xeyirli olsun. Qısa zamanda hazırlayıb göndərəcəm və yeni təlimin də elanını qısa zamanda paylaşacağım inşallah. Sertifikatı olduğunuz WhatsApp qrupuna göndərəcəm. WhatsApp qrupuna Telegram kanalının linkini göndərəcəm. Ora yükləyəcəm ki, oradan asanlıqla əldə edə biləsiniz. Yəni nə zaman istəsəniz oradan götürə biləsiniz. Belə, hər birinizə çox təşəkkür edirəm. Qoşulduğunuz üçün minnətdaram. Kaydı da paylaşacağım. Bəli, kaydı da paylaşacağım. Baxa-baxa edə bilərsiniz və işlədiyiniz zaman hər hansısa bir problem yaranarsa bizdən WhatsApp-da şəxsi soruşa bilərsiniz ki, müəllimə, burada problem yaşadım, bu problemi necə aradan qaldırım? Belə. Mənə sözünüz, sualınız varsa, buyurun, sualınızı verin. Mən indi qeydiyyat linkini deaktiv edəcəm. Qoşuldu. Ümid edirəm ki, hər kəs qeydiyyatdan keçdi. 249 nəfərimiz qeydiyyatdan keçibdir hal-hazırda. 250 nəfərimiz qeydiyyatdan keçibdir. Aha, okey. Yenə də qeydiyyatdan keçin. 10 dəqiqəyə bağlayacağım. Çox sağ olun. Qoşulduğunuza görə minnətdaram. Ümid edirəm sizin üçün faydalı olacaq, işlərinizə yararlı olacaq. Zamanınızı ayırdığınız üçün çox təşəkkürlər. Çox sağ olun.